sifariş edin. Müşteri kimi getdiyi restoranda Fərid iş həmişə var dedi. Sifariş var. Bəhbəhlə yediyimiz burger əslində necə hazırlanır? Yerli halal kəsmətlərindən istifadə olunur. Prosesin görünməyən tərəfləri. Bu formada kotletlər hazırlanır. A-dan Z-yə hər detalı ilə. İstehsal etdik, göndəririk restoranlara. Bütün suallara cavab. 140 saniyə ərzində ət tam olaraq bişir. İş həmişə var. Ay Allah, bağışlayın. Özüm yeyərəm onu, eybi yox. Birazdan ATV-də. Mən ad günümdə bu gün. Sponsor McDonald's. McDonald's sonra gedəcək. McDonald's-a getmək istəyirsən? Oradır. Ora gedirik. Nə bilim valla. İstəyirsənsə gedək. Sağ olun, buyurun sipariş edin. Salam, salam. Sağ olun. Bizə lazımdır Happy Meal menusu. Bəli. Mənə də bir dənə kofe. Happy Meal. Bəli, bəli. Oyuncaq da olsun 7 nömrə. Kartoşka filinin yanında kepçik olsun. Olsun, olsun. Ekranda gördüğünüz sipariş doğrudur. Doğrudur, doğrudur. 13 manat 5 qəpik. Ödəniş pəncərəsinə yaxınlaşın, zəhmət olmasın. McDonald's necə pişirir? Qəşəng pişirirlər. Əmilər, bibilər içəridə pişirirlər. Ata çəksin McDonald's-u sənə göstərsin. Hansı verilişdə çəksin ata sənin üçün? İşançalarda. Bax üstə oğlum, çəkək. Yeməyi ata gedir çəkməyə. Rəsulun istəyinə görə 10 il sonra yenidən McDonald's-da iş həmişələr deyəcəm. 10 ildən sonra görək nələr dəyişilib, nə inkişaf edib. Ümumilikdə McDonald's-un iş prinsipini iş həmişələrdə görəcəksiniz yenidən. Ağşəhər filialındayıq, işə başladıq. Salam Anar müəllim. Necəsiz? Fərid bəy, xoş gördük. Xoş gördük. Yenidən sizi McDonald's-da görməkdən şadıq. Amma bu dəfə 28-ci filialı görməkdən çox şadıq. 28, o vaxt neçə filial idi? O vaxt bizim 10 filialımız 10 var. filial var idi və 10 il ərzində çox şey dəyişib. Biz də dəyişmişik, amma hər şey yaxşıya doğru dəyişib. Vəzifəniz həminkidir, yoxsa? Yox, hal-hazırda restoranımızın sayı çoxaldıqca vəzifə də artıb. Hal-hazırda insan resursları üzrə baş direktoram. Xeyir olsun. Hal-hazırda şirkətdə 5 departamenti idarə edirəm. Və Anar müəllim ümumilikdə biz iş həmişəvar deyirik. O vaxtda da bildirmişdi ki, yavaş-yavaş pillə-pillə qalxıb ümumilikdə McDonald's-un iş prinsipi belədir. Bir daha xoş gəlmisiniz Xoş bizim gördük. McDonald's-un Ağşəhər filialına. Təbii ki 10 il keçdi. Bizim iş həmişəvardan bu günə qədər 10 ildə çox şey dəyişdi. Bilirsiniz, dünyamız dayanmır, inkişaf edir və bu inkişafda da ayaqlaşmaq McDonald's-un bir qolundan ibarətdir. Nə qədər işçisi var hazırda? Bugün hal-hazırda 33 müəssisəmiz, 33 McDonald's fəaliyyət göstərir. Bu 33 McDonald's-da bizim 3000-dən çox əməkdaş çalışır. İnkişaf edirik, böyüyürük. Çox da böyük planlarımız var, inkişaflarımız var. Hal-hazırda şirkətimiz bu il üçün də böyük hədəfləri var. Yeni restoranlar açmaq, yeni iş yerləri yaratmaq. Bildiyiniz kimi yerli istehsala keçmək. Ona da keçmişsiniz artıq. O vaxt biz Ukraynaya getmişdik ət üçün. O vaxtı bəli, 10 il bundan qabaq biz öz ətlərimizi və digər məhsullarımızı xaricdən gətirirsə, bugün artıq onların bir qismini, demək olar ki, əsas qismini artıq Azərbaycanda istehsal edirik. Siz iş prosesindən tanış olduqdan sonra bizim ət zavoduna gedəcəksiniz. Artıq McDonald's-da yerli ətlərdən, yerli halal kəsim ətlərindən istifadə olunur ki, biraz sonra bu Onu görəcəyik. görəcəksiniz. Bu aparatlar yox idi o vaxtı. Dünyanın hər yerində artıq peyda olub bu aparatlar. Bəli, özünə xidmət kioskudur. Bu kiosklar vasitəsilə sifariş vermək olar. Məsələn, sifarişimizi indi verə bilərik. Kofe. Ya kofe içək hərəmizə bir dənə. Gəlirik, masa xidmətindən istifadə olunur, qoyulur masaya və sifarişimiz gördüyünüz kimi artıq hazırdır. Əla. Masaya gəlir, kofemiz hazır, başlayırıq içməyə. Həmişə müxtəlif ölkələrə gedəndə görürüm ki, onların yerli burgerləri olur, elir, amma bizdə yox idi. Amma son illər gördüm ki, keçən dəfə bir neçə ay bundan öncə bizim burger çıxdı. Bəli, bizim də yerli bizim burger və bizim rol var. Biz bunu kotlet çörək alaraq belə assosiasiya elədik. Lakin bunun tərkibində yerli ətimiz, xüsusi bunun üçün hazırlanmış Sos. Möhtəşəmdir, fərqlidir. Sos da yerli sousdur. McCafe də artıq var. Artıq kofelər xüsusi qaydada hazırlanır. Kofelər insanlara individual olaraq hazırlanır. Yəni maşında deyil, əllə olaraq, individual olaraq hazırlanır və bunun da dadı daha da premium və daha da gözəldir. 10 il ərzində dəyişikliklər hamısı müsbətə doğru dəyişibdir. Dəyişikliklərdən biri də məhz dizayndır.
bütün restoranlar, hətta köhnə restoranlar tamamilə yenilənib. Restoranın dizaynı Luna tipli bir dizayndır. Artıq bölgələrdə də var da, Gəncədə var, artıq şəhər kənarında, Xırdalanda da var. Dediyimiz kimi 10 il bundan qabaq yox idi, amma indi bizim Gəncədə bir filialımız var, bizim Sumqayıtda 2 filialımız var və bizim Xırdalanda artıq bir filialımız var. McDonald's-un bu 10 il ərzində dəyişikliklərdən biri də çatdırılma xidməti ilə insanlar öz sifarişlərini rahatlıqla müəyyən bir app üzərindən sifariş verərək evlərinə artıq yenə də isti-isti çatdıra bilirlər ki, yenilik hesab etmək onlar. Menyuda dəyişikliyi gördüm və səhər yeməyi gördüm orada, o haqqda danışardıq. Bizim yeniliklərdən biri də məhz budur. İndi bilirsiniz, McDonald's-da hər bir insan gəldikdə fikirlərində ancaq Big Mac və hamburger başqa bir şey deyilir. Amma indi artıq restoran açılan kimi saat 11:30-a qədər sırf səhər yeməyi tətbiq olunur ki, burada məhz yumurtanın fərqli növlərini bulkaların arasında insanlara təqdim edirik. İnsanlar da bunu çox bəyənirlər. Dəyişikliklərdən biri də təlimlərdir. Məhz təlimlər indi artıq həmişəki qaydada deyil, kağız üzərindən deyil. Bunlar hamısı bir, yenə dediyim kimi, app üzərindən, McDonald's-un bir kitabxanası var. Biz buna Freedom Campus deyirik. O kampus üzərindən, o kitabxana üzərindən bütün təlimlər keçirilir və bu təlimlər də bilirsiniz, yeni nəsil ancaq oyunlar üzərində xoşdur və bütün təlimlərimiz də məhz oyunlar üzərindən tətbiq olunur. Oyunlar üzərindən keçərək sonra mətbəxə və ya digər stansiyalara yaxınlaşaraq təlimlərini davam etdirirlər. 10 il ərzində də bir dəyişiklik nədir? Mənim artıq oğlum var, adı Rəsuldur. Verilişin əvvəlində tamaşaçılar gördü. O hardan keçiriksə, dünyanın harasında McDonald's loqosu oldusa, ata Happy Meal hər dəfə alıram və bu gün də hətta ona görə gəlmişəm ki, bura ona göstərim və onun timsalında bütün uşaqlara, valideynlərə göstərim ki, burada hər şey necə təmiz hazırlanır, ət necə ətdir. Bugünkü verilişdə tamaşaçılar onu görəcək. Sizin icazənizlə mən bu gün işə başlamaq istəyirəm. Yadımdadır 10 il bundan qabaq dediniz ki, 850 əməkdaş var, 851-ci mənəm. Bugün də bizim 3000 əməkdaşımız var, 3001-ci siz olacaqsınız. 3000. İnşallah bu 10 ildən sonra gələrəm, 6002-ci olaram. Gedək mən sizə proses başlayalım. Bugün sizdə işdə yanınızda olan təlimçi deyək, restoranın birinci assistenti Dilbər xanım olacaq. Dilbər xanım isə iş prosesinin və yeniliklərin hamısını sizə başlayacaq. Mən sizə uğurlar arzulayıram. Biz sizinlə sağollaşmırıq, çünki biz axırda sonda sizinlə görüşüb təəssüratları sizinlə bölüşəcəyik. Sağ olun müəllim. Dilbər xanım, salam aleyküm. Salam. İşiniz həmişə olsun. Çox sağ olun. Siz neçə ildir McDonald's-dasınız? Mən 9 ildir şirkətdə fəaliyyət göstərirəm. İlk olaraq briqada üzvü vəzifəsindən işə başlamışam və bu illər ərzində bir sıra vəzifə yüksəlişlərinə nail olmuşam. Briqada rəhbəri, restoran seyih meneceri, direktorun 2-ci müavini və 1-ci müavini vəzifəsinə yüksəlmişəm. Hal-hazırda restoran direktorunun 1-ci müavini vəzifəsində çalışıram. Dilbər xanım gördüyünüz nümunələrdən biri və onlarla belə nümunələr var. Sıfırdan yavaş-yavaş qalxır, axırda müdirə qədər bu yol gedir. İşə başlamaq üçün nə etmək lazımdır? İşə başlamaq üçün ilk olaraq tipi müayinədən keçmək lazımdır. Hazırda tipi kartım var. Hər şey yerindədir məndə, narahat. İş formasını geymək lazımdır. Mütləq şəkildə xarici görünüşünüz tam sərgəli formada olmalıdır. Üzünüz təraşlı, dırnaqlarınız sərgəli formada olduqdan sonra. Dırnaqları tutmuşam, amma bir dənə təraş yoxdur. İndi təraş da eləyərik, narahat olun. O zaman işə başlayaq. Bəli, başlayaq, keçid eləyək. Dilbər xanım, dəyişdim paltarımı. Necə? Yaxşı, yaraşdı. Bəli, siz artıq işləməyə hazırsınız. Üzünüzdə tam şəkildə təraş olubdur. Artıq biz sizinlə başlaya bilərik. Nədən başlayırıq? İlk öncə mən sizə burada olan lövhələr haqqında məlumat təqdim edeyim ki, hansı ki bu lövhələrdə əməkdaşlar üçün məlumatlar mövcuddur və hər bir əməkdaşımız işə başlamazdan öncə mütləq şəkildə bu məlumatlarla tanış olmalıdır. Burada cədvəl lövhəsi var, təlim lövhəsi mövcuddur, qida təhlükəsizliyi nəzarət lövhəsidir və məlumat lövhəsidir. Bəli, bundan bütün əməkdaşlarımız tanış olurlar və biz burada elanlar asırıq. Əməkdaşlarımız üçün maraqlı oyun çarxı vardır. Bir də görüm nə qazanacaq. Bəli, növbə sonunda hər bir əməkdaş bunu fırladır. Hansına düşürsə, bu hədiyyəni onu təqdim edirik. Kokteyl, özü xoşladığımdan. Bu isə restoran daxili keçirilən oyunlardır ki, əməkdaşlar üçün motivasiya xarakterlidir. Bu bizim restoranımızın əməkdaşlarının fotosudur. Həmçinin burada da mövcuddur. Hər şey fikirləşilir. Bəli, bəli. Hər şey orada satışda deyildir. Arxada da, mənim başda hər şey var. Biz əməkdaşlarımıza daima dəyər veririk. Burada isə bizim şəxsi məktubumuz var. Bununla tanış ola bilərsiniz. Əməkdaşlarımız öz istəklərini, şikayətlərini bu məktuba yönləndirə bilərlər. Bura bizim əməkdaşların istirahət otağıdır. Gəlin sizi tanış edeyim.
Burada əməkdaşlarımız nahar fasilələrində yeməklərini yeyirlər, dincəlirlər. Əməkdaşlarımız üçün kompüter mövcuddur. Kompüterdə öz asudə vaxtlarını keçirdə bilərlər. Həmçinin planşet və kompüterdə təlimlər keçirilir. Hələ mən təlimdən keçməliyim də burada. Bəli, bəli. Artıq biz elektron formada təlimlərə başlamışıq. Həm planşetdə, həm də kompüterdə keçid eləyə bilərsiniz. Və belə olur, ha? Sağ ol, mən ad günümdəyim bu gün. Yox, belə şeylər də var. Sağ olun. Yadda qalan oldu. Sağ olun dostlar. Sağ olun, var olun. Qeyd edim ki, bizim hər ay əməkdaşlarımızın ad günü olur və hər bir əməkdaşın ad günü olanların fotolarını monitorda göstəririk. Motivasiya xarakteri və bu cür formada hər birini təbrik edirik. Sağ olun, təşəkkür edirlər. Təlimi keçirik indi, hə? Aha, bəli, təlim başlamamışdan öncə ilk olaraq burada elektron formada tanış oluruq. Sizin təlim zamanı daha yaxşı öyrənməyiniz üçün. Oyunlardır, hə? Bəli, bəli, oyun formatındadır. Əməkdaşlar üçün daha maraqlı olsun deyə və daha yaxşı qavrasınlar deyə. Dostlar, əvvəl təlimi belə danışırdılar, göstərirdilər. Artıq daha maraqlı formaya gətiriblər. Oyunlar formasındadır və burada oynayırsan və o şeyləri daha yaxşı qavrayırsan. Çox xoşuma gəldi. İndi təlimdən keçəndən sonra biz artıq işə başlaya bilərik, hə? Bəli. Onda başlayaq təlimə. Başlayırıq artıq kadr arxası məqamları göstərməyə. Bəli. Keçin öndən. Gördüyünüz kimi siroblardır. Əvvəllər tank formasındaydı bidonlarda, artıq indi qutu formasındadır. Hər şey burada anında istehsal olunur, ona görə dadlı olur. Bu qazdır, bu da su filtrləridir. Bəli, bəli, su filtrləridir. Siroplardan əlavə olaraq təmiz suya ehtiyac olur. Təbii ki, biz təmiz suyu əldə etmək üçün kömür filtrdən, pambıq filtrdən, ultrabənövşəyi lampalardan, yodlar, duzlardan istifadə edirik ki, hansı ki, təmiz suyu əldə etdikdən sonra artıq orada kola hazırlanır. Əla. Gedək ambarları görək. Bura ambarlardır, hə? Bəli, bəli. Müxtəlif ambarlarınız var. Bəli, müxtəlif ambarlarımız var. Gəlin sizi quru ambarla tanış edək, daxil olaq. Bura bizim quru ambarımızdır. Otaq temperaturu müsbət 10, müsbət 27 dərəcə aralığında olur. Hansı ki, biz o termometrlə nəzarət edirik temperaturuna. Burada saxlana biləcək məhsullar burgerlərin qablaşdırmalarıdır, Qutu stekanlardır, əlcəklərdir, salfetkadır. Bəli, sırf quru məhsullar burada saxlanılır. Bu otaq temperaturunda ona icazə var. İndi isə keçid edək böyük soyuducuya. Bura keçid etməzdən öncə bəli, biz kurtkalarımızı geyinməliyik, kiçik kurtkaları. Buyurun. Olsun mənim. Çox soyuqdur. Neçə dərəcə olur? Buranın temperaturu müsbət 1, müsbət 4 dərəcə aralığında olur. Keçid edəcək içəri. Burada nə saxlanılır? Burada müsbət 1, müsbət 4 dərəcə aralığında olan məhsullar saxlanılır. Hansı ki, bunlar soslardır, tərəvəzlərdir. Tərəvəzlər, süddür, Süd məhsullarıdır. ketçaplardır, sudur. Bəli, sudur. Bu məhsullar burada saxlanılır. Və onu da qeyd edeyim ki, əvvəllər bizdə demək olar ki, yerli məhsul az idi. Artıq biz demək olar ki, bir çox soslarımız yerli məhsuldur. Soslar da artıq yerlidir. Bəli, bəli, soslarımız Ət yerlidir, sos yerlidir, süd yerlidir. Bəli, bəli, tərəvəzlərimiz də həmçinin. Artıq elə bir burada soyuducuda çox şey saxlamağa ehtiyac yoxdur. Çünki tədarükçülər yerlilərdir. Ona görə hər şey rahatdır. İndi isə keçid edək böyük dondurucuya. Orada nə qədərdir soyuqluq? Böyük dondurucudur. Temperatur aralığı -18, -23 dərəcə olur. Dəhşət. Və bu temperatur aralığında burada saxlanılır bizim ətlərimiz. Saxlanılır bulkalar, kartoşka. Bu kimi məhsullar saxlanılır, hansı ki bu temperatur aralığında olmalıdır. Və qeyd edim ki, bizim mal ətlərimiz yerli istehsaldır. Onlar da burada saxlanılır. İndi orada gedəcəyik. Baxın, burada bulkalar da hətta, onlar da burada bişir, nageslərimizdir. Sonra burada ətlərimizdir, kotletlərimizdir. Yəni dostlar, gördüyünüz kimi hər şeyin saxlanılması, bişirilməsi hamısı standartlara uyğundur. Keçək digər hissəyə, çox qalmaq olmur. Önlük geyinmək lazımdır, çünki mətbəxə keçirik. Və əllər yuyulmalıdır, Bəli. əlcək geyinilməlidir. Bəli.
hazırlayacağım da özüm də kotletlərdən. Bəli, bəli, hazırlayacaqsınız. Burgerləri bugün mən özüm hazırlayacağım. Ağşəhər filialına durun gəlin. Əsas iş indi başlayır. Bura mətbəxdir. Bəli, mətbəx sahəmizdir. İkinci mətbəxdir də bu, yoxsa birinci mətbəx? Yox, bir dənə mətbəx var. Bəli. Aşağıda yerləşir. Bəli. Burada nə iş görülür hazırda? Uşaqları salamlayaq. Salam uşaqlar. Hər vaxtınız xeyir. Hər şey burada saniyələr içində baş verir. Çox sürətli Bəli. olmalıdır, hə? Bəli. İlk öncə buranı göstərim sizə. Bura bizdə yağ vanalarıdır. Buna biz fritur deyirik. Burada bizim toyuq məhsullarımız pişir. Əsasən chicken, nugget və digər məhsullar bu vanalarda hazırlanır və orada dolabda saxlanılır 20 dəqiqə ərzində. Bulkalardır. Bəli, bəli. Bu bulkalardır. Burgerləri hazırlamaq üçün bu formada isinib burada saxlanılır, istifadəyə verilir. Bu bizim toster aparatımızdır. Hə, elə bir tosteri bir dənə göstərək. Mənə mara bulka verin. Zəhmət olmasa. Burger çörəklərini atırıq buradan. Aha, bəli. Atırıq buradan. Artıq Yox, o səhv atdınız. səhv atdım. Bəli, Niyə? bəli, səhv atdınız. Bu bir tərəfdən atmaq Ha, lazımdır. verin, təzədən atın. Özüm yeyərəm onu, eybi yox. Siz gəlin buradan atın. Buradan atıram. Bəli, bu formada atırsınız. Bu formada da buradan atırsınız. Hazır olmuş, buradan çıxacaq, hə? Bəli. Gözləyək. Neçə dəqiqəyə qızır? Çörək. 22 saniyə ərzində. 22 saniyə. Bəli, Burada hər şey karamelizasyonla. saniyə iləndir də. Bəli, bəli. Baxın qızdı. Bunun arasına kotleti, pendiri qoysan oldu burger. Bəli, burger olur. Sonra isə burada qablarımız yerləşir. Burada hər şey elə yerləşdirilib ki, dostlar, saniyələr içində yenə heç nəyi axtarmayasan. Hə. Bəli, hər şey əlinizin altındadır. Bütün bura ədviyyə masası adlanır. Lazım olan ehtiyatları biz bura kifayət qədər Salam çıxardırıq. adınız? Vüsal. Siz ancaq bu aparata baxırsınız, hə? Qızdırdınız, qoydunuz bura. Bu adi hamburgerdir, hə? Tamam. Hansından? Cheeseburger. Qurun. Bir. Hə. Birinci xardal vurulur, bəli. Daha sonra... Verin mən ellə. Yox, yox, Əllə, əllə. Hə. Nə qədər turşu xiyar? Bir ədəd turşu xiyar. Nə? Burada yerləşir. Bir dənə də pendir. Bura atdım üstünə. Ət qoyuram. Aparırıq bu tərəfə. Hə, hər şey belə gedir onda. Bəli, Hə, bəli, belə, bəli. belə, belə. Ət hardadır? Yaxınlaşın. Şipsi vasitəsilə, maşa Hardan vasitəsilə buradan götürürük. Bir ədəd ət götürəcəksiniz, bəli. Soğanlı Aha, bəli. atdıq bura. Bəli, qoyuruq. Bunu keçirdirik bura. Niyə keçirdik bura? Bəli. Bunu bu şəkildə Bağladı. bura qoyuruq. Bəli. Sonra Orta hissəyə qoyuruq bu formada. bükdük. Bəli, bükürük əzmədən. Belə, belə. Belə. Bir də belə. Qaldı belə. Sonra Bu formada biz bunu konveynera yerləşdiririk. belə sürüşdürün. Aha, sürüşdürürük. Bəli, bəli. Öz aparacaq. Bəli, bəli. Nə gözəl. Hər şey innovativdir. Çox əla. Dostlar, gördüyünüz kimi bu ətlərdən istifadə olunur kotletlərdə, burgerlərdə və bu ətlər yerli istehsaldır. Bəli, yerli istehsaldır. Bayaqdan danışırıq. O vaxtda mən bunu çəkmək üçün, göstərmək üçün Ukraynaya getmişdim. Artıq Ukraynaya getmək lazım deyil. İndi gedirik bu ətin istehsal olunduğu müəssisəyə. Onu çəkək, sizə göstərək. Sonra yenidən qayıdacağıq bura. Gedək görək istehsal prosesi necədir? Müəssisəyə girmək elə belə baş vermir ha. Gördüyünüz kimi bütün paltarları dəyişirik, dezinfeksiya olunuruq, ondan sonra istehsalat sahəsinə daxil ola bilirik. Qadir bəy indi bizi bu hissə ilə tanış eləyəcək. Müəllim, burada nə iş görülür? Bura sıyırma şöbəmizdir. Sıyırma. Ətin burada çeşidləmə prosesi gedir. Proses necə baş verir? Ət hara gəlir ilk olaraq? Əvvəl ət karkas qabulu şöbəsinə gəlir. Bura. Bəli. Kəsimxana bölümümüzdə ət kəsiləndən sonra Elə bir bayaq ət kəsildi, gəldi bura. bəli, gəlir bura. 48 saat tamam olandan sonra və temperatur 7 dərəcə olmalıdır. Ondan sonra ət bura qəbul olunur. Qəbul olunandan sonra bizim ilk soyuducumuz Bura neçə dərəcədir? 0 və 1 dərəcə ətrafındadır. Burada dinlənilir. Bəli. Buradan sıyırma şöbəsinə ət daxil olunur. Gedək görək sıyırma şöbəsində necə əti təmizləyirlər. Yəni sıyırma şöbəsi o deməkdir ki, ətin üzərində lazımsız bölmələri kəsirlər, atırlar və təmiz əti verirlər emala. Bəli.
kəsimxanada 4 hissəyə bölünən heyvan artıq burada çeşidlənmə prosesi gedir. Burada doğranılır və bu qardaşlarla iş görür. Qardaşlar Salam aleyküm, yorulmaz. əti yağdan ayrırlar. Bizə kotletə yağsız ət lazımdır da. Bəli, və sinirli ətləri də bu trimçi xanımlar ayırırlar. Ətdə olan sinirləri ayırırlar. Kotletə bu lazım deyil. Deyil. Buyurun, yorulmayasınız. Bütün hissəcikləri buradan ayrılır və ötürülür bura. Bəli. Yəni bu ət Artıq çəkiləcəkdir. Sıyırmadan təmizlənmiş ət bu formadadır. Bəli. Artıq McDonald's-da hazırlanır ki, Bundan kotlet edirsiniz də? bəli, bəli. Əla, bəli. əla. Bundan Görürsünüz, və qol hissədən. 100% halal Bəli. dana əti. Qadir bəy mənə köməklik edəcək və bu hissə haqqında danışacaq. Gördüyünüz bu qapı ümumilikdə bu zavodda McDonald's şöbəsidir, aiddir. bəli. McDonald's şöbəsidir və onu deyim ki, mən 10 il əvvəl Ukraynada olanda orada ət kəsim yeri görmüşdüm. Eyni orada nə standartdırsa, eynisini burada yaradıblar və artıq halal 100% dana əti Yerli məhsullardır, kəsindən istifadə olunur, yerli məhsullardan istifadə olunur. Gedək görə proses necədir? Proses belədir. Ət buradan daxil olur aparatlara. Və burada bölünmə hissəsinə gedir. Ətə atın zəhmət olmasa. Ət gördüyünüz kimi daxil oldu. Ət getdi. Elə bir ət maşınından keçir, böyük gözündən. Böyük gözündən keçir, sonra ikinci dəfə xırda gözdən keçmək üçün ikinci aparata keçirir. Artıq qiyməmizin ikinci çəkilişi gedir burada. Artıq qiymə formasına alındı. Bəli, son tamamlama işləri gedir və ötürüləcək bizim növbəti bölümə. Bu bölümdə isə artıq kotlet formasına gətirildi. Baxın dostlar, bu avadanlıqdan artıq hazır kotletlər çıxır. Ət tökülür aparata və yorulmayasınız. Buradan da ətlərimiz birbaşa şoklama şöbəsinə gedir. Şok dondurucudan keçir də o zaman, Bəli, dondurulur. bəli. Baxın bu formada kotletlər hazırlanır, superdir, möhtəşəmdir. Gördüyümüz kimi 30 dərəcədən mənfi 40 dərəcəyə qədər şoklama prosesi gedir. İstehsal olunmuş kotletlər burada qablaşdırılır. Baxın, Artıq burada qablaşır. Burada gördüyümüz kimi standartdan kənar olan məhsulları qablaşdırıcılar istehsalatdan xaric edirlər və hazır standarta uyğun məhsullar sırf qablaşmağa gedir. və bu formada yorulmayasınız. Baxın göstərək dostlar, gördüyünüz kimi kotletlər bu formadadır. İstehsal olundu 100% dana ətindən yerli məhsullarımız. İstehsal etdi, göndərir restoranlara. Və Kəmalə xanımın yanına gəldi. Siz indi nə edirsiniz? Hal-hazırda parşın dərəcəsini ölçürəm. Soyuqluq dərəcəsi. Bəli, 0.7, mənfi 0.7, mənfi 1.4 aralığında olmalıdır. Normaldır. Normal mənfi 0.9-dur. Və bu cihaz vasitəsilə biz parşın yağlılığını ölçürük. Nə qədər içində yağ var? Onda Bəli, standartı var da. Bəli, 17-20% aralığında olmalıdır standart prosesi. İndi bu formada kotlet formasına Bəli, bəli. gətirirsiniz. Ondan sonra cihaza qoyuruq. Bu cihazla yağlılığını ölçəcək. Burada bişirib test də eləyirsiniz də, Bəli, bəli. Qrildə bişiririk. Və həmin cihaza qoyulur. Qoyuruq, yerləşdiririk. Belə qiymətli aparata oxşayır ha. Və indi yağlı dərəcəsi neçə dəqiqəyə bilinəcək? 1 dəqiqə intervalda. Bir dəqiqə. Bəli. Yağlı nə qədər olmalıdır? Yağlılıq 17-20% aralığında olmalıdır. Yağlılıq 18% oldu, uyğundur və İstehsala davam edə bilər. davam edə bilərlər. Yəni mütəmadi istehsal gedə-gedə xanım orada nümunələr götürür, yoxlayır. Nəticə uğurlu olursa istehsal davam edir.
Gördüyünüz kimi istehsal olunan burger ətlərindən nümunələr gəlib bura və qardaşımız indi nə edəcək? Bunu artıq biz qrildə bişirəcəyik. Test olaraq bişirəcəyik. Əti bişirdik, temperaturunu yoxladıq. Hər şey qaydalara, standartlara uyğundur. Ətlə bağlı bütün proses bitdi. Sonda bişirdik də, yoxladıq da və bir də bayaq bir söz dedim, halaldır və 100% dana ətidir, yerli ətimizdir və halallıqla bağlı dediyimin sübutu da buradadır. Halal sertifikatları var. Burger ətləri burada istehsal olundu və göndərilir bütün McDonald's restoranlarına. Ətin necə istehsal olunduğunu gördünüz, necə bir müəssisədir. Məncə artıq sual qalmadı və ətlərimizi hazırlaya bilərik. Aparat haqqında gördüyünüz kimi grill aparatıdır, hər şey avtomatikdir və biz buradan götürürük kotletlərimizi, düzürük ora, verin mən də düzüm. Əlcək yeni zəhmət Əlcək olmalı, o bir əlcəklə olmalıdır. Bəli, bəli. Düzdüz bura. Hər şey avtomatikdir. Bəli, bəli. Düyməni basırsınız. 130 saniyə ərzində ətlərimiz pişəcəkdir. 130 saniyəyə bişir. Bəli, bəli, 130 saniyə ərzində bişir. Və proses necədir? Burada bişir, anında göndərilir buradakı aparatlara. Burada da isti saxlanılır və anında da gördüyünüz kimi hazırlayırlar. Və bayaq Anar bəy bildirdi. Dedi ki, əvvəllər ətlər bişirdi, çox gözlənirdi. İndi hazır olaraq saxlanılır. Hazır olan saxlanılırdı əvvəllər. İndi elə deyil. Necədir? Tutaq ki, 5 sifariş varsa 5 dənə kotlet bişəcək. 3 dənə varsa 3 dənə bişəcək. Elədir. Bəli, onu da qeyd edeyim ki, bizim ətlərimiz hər növbə meneceri tərəfindən ölçülür. Onun təhlükəsizlik temperaturu. Bu aparatdır. Bəli, keyfiyyət temperaturu vardır. Bu və bizdə rəqəmsal qida təhlükəsizlik texnologiyasına keçid eləmişik. Digital Food Safe də adlanır və siz bayaqları böyük anbarlara daxil olanda soyuducu və dondurucu orada siqnalizasiya gəlirdi və o qapı açıq qalarsa yaxud digər bir hal baş verərsə buna bizə bildiriş gəlir və biz bu vasitə ilə qida təhlükəsizliyini daha rahat şəkildə təmin etmək üçün bizim üçün əlverişlidir. Bu aparata hər bir bildirişimiz gəlir və nəzarət edə bilirik. Ətlər də çıxan zaman hər növbə meneceri ölçür, bu aparata yönləndirir və bunun daxilində olur. Artıq menecer ölçüb ötürdüyü üçün biz bura ötürməyəcəyik, sizinlə birlikdə ət ölçəcəyik. 60 saniyə qalıb hazırda dostlar. Gördüyünüz kimi 59, 58, 57, 56, 55, yəni 140 saniyə ərzində ət tam olaraq bişir. Və biz bura o vərəkdən qoyuruq. Perqament kağızıdır, bəli. Verin, mən özüm götürərəm. Bununla götürəcəm. Bəli, şipsi də götürün, zəhmət olmasa. Şips, bu əlcəyi giyinim, yoxsa giyinmir? Yox, əlcək yeməyə ehtiyac yox. Bununla götürəcəm, qoyacam bura. Aha, bəli. Duzlayacağıq. Duz vurulmur ətə. İstehsal zamanı duz vurulmur. Soğan da lazım olduqca isə bişəndən sonra vurulur. Ətlərin təhlükəsizlik temperaturu 70 dərəcədən yuxarı olmalıdır. Hansı ki, biz bu aparatla onu ölçürük. Keyfiyyət temperaturu isə 70-77 dərəcə arasında olmalıdır. Hazırdır. Hər şey avtomatikdir gördüyünüz kimi. Duzlayırıq, birinci duzlayırıq. 1, 2, bu 3, 4 olacaqdır. Aha. Tuzu vurduq, götürürük ya. 45 dərəcə bucaq altında çıxardırıq. Okay, yapışmasın deyə. Biraz yaxın edeyim. Aha, yaxın qoyun. Və duzladıq. İndi nəyə yoxlayacağıq? İndi temperaturunu ölçəcəyik. İçərisində 70 dərəcə olmalıdır azı, hə? Bəli, bu oldu. 70, 73, 74, 71. Bəli. Artıq İstifadəyə yararlıdır, istifadə edə bilərik. Qoyuruq bura. Burada adı var, bəli, yerləşdiririk bura. Düyməni sıxırıq. 10 dəqiqə müddətində istifadə oluna bilər. İstifadə olmadı, atırsınız. Bəli, atırıq və aparat bizə xəbərdarlıq edir. Ondan sonra biz artıq kullantıya istifadə eləmirik. Əla. İşi öyrəndim, indi isə tam olaraq müstəqil şəkildə eləyəcəm. 6. Və dostlar, gördüyünüz kimi bunun qoyulma qaydası var. Qoyulma qaydası var. 1, 2, 3, 4, səhv elədim, hə? 4, 5, 6. Yəni xətt üzrə qoyulmalıdır, heç də elə belə olmur. Və startı vururuq. 46 saniyəyə
bişəcək və soğanlıdır da bu sifarişə. Xeyr, soğansız ətdir. Soğansız. Soğanlayacağıq. Soğanlayacağıq. Bəli. Gördünüz bu ətdə soğan yoxdur. Amma bizim burgerdə soğan istehsal zamanı vurulur içərisinə. Fərqi odur bizim burgeri. Və qab o gördüyünüz kimi hər qaba xüsusi bu formada kağız qoyulur. 7 saniyə qalır dostlar. Verin özüm eləyəcəm. Buyurun. 7 saniyə və duzlama. Və duzlamanın da xüsusi bir qabı var. Bax. Qoyduğumuz qaydada duzluyuruq. 1, 2, 3, 4, 5, 6. Duzlandı. Bəli. Bura qoyuram. Duzlandı və soğandı. Çəpəki formada vuracaqsınız. Belə. Aha, bəli. Belə. Düz vururam. Bu soğan bura dağılsa problem deyil Yox, ki. problem deyil. Buyurun. 45 dərəcə bıçaq altında. 3 45 dənə üst-üstə dərəcə mi? qoyursunuz. Bəli. Belə. Aha, qoyun. Onu da götürün onun üstünə qoyun. Nə gözəl. Bəli. Ay Allah, yox, bağışlayın. İndi zay oldu yoxsa Bura qoyun. belə. Bəli, bəli. Qoyduq belə. Bax. 1, 2, 3, belə. Və alınır deyəsən. Hazırladım. Daha sonra isə bunu yerləşdiririk. Bunu yerləşdiririk bura. Bəli, bura. Və timer basırıq vaxtını. Belə dostlar, indi isə keçirik. Artıq burgeri özüm hazırlayacağam, sıfırdan. Bəli. Əti pişirdi, indi isə keçirik Big Mac hazırlamağa. Çörəyidir. bəli. Onun bulkası 3 dənəli olur. Və bura Yox, belə. Belə. Formada orta hissə bura, üçüncü hissə bura, bəli. çıxacaq indi buradan. Hamısını özüm eləyəcəm. Qabı budur. Bəli, bəli. Qabı qoyuruq bura. Çörəyi bura qoyacağam. Hər iki hissəyə qoyacağıq. Bu formada üstünə qoyuruq. Bu hissə, yox, verin. Belə. Bu formada tutun. Duram hə. Aha. Bu formada. Sonra. Belə. Bəli, bəli. Bu formada. Sonra nə vururuq xardal? Yox, xeyr, xeyr. Buraya çalışın. Hə. Deyin, verin. Mənə deyin götürüm, hə. Arasına bir basma. 1, 2, sonra İki əllə kaha götürürsünüz. Həm bura, həm bura qoyursunuz. belə. Biraz da qoyun, biraz da qoyun. Biraz da. Sonra 2 dilim xiyar. 2 dilim üst xiyar. hissəsinə. Üst hissəsinə 2 dilim xiyar. Yan, yox, bura. Bax. Yana, hə, hə. Sonra Bir dənə də pendir, pendir. şəfər pendiri. Bu hissəyə qoyuruq. Bura. Bura, bəli, bura. Daha sonra ət olan hissəyə yaxınlaşırıq. Ət hansı ətdir? Qarşıya gedin, malakı. Qarşıya gedin. Bu. Lap ən son, ən son. Bu? Ən son, o tərəf. Lap uzaqdadır ki. Bu. Bəli, bəli, bir dəqiqə. Xeyr, bu deyil. Verin, verin. Yaxınlaşın. Verin, mən götürəcəm. Neçə dənə? 2 dənə. 2 dənə. Bəli, bəli. Qoyduq yerinə. Birinci bu hissəsinə qoyursunuz. Ətin birini götürürsünüz. Daha sonra isə bu formada qoyursunuz. Dağılmamalıdır. Bunu bura. Bəli. Sonra Formada bağlayırıq. da, Bəli, bağlayırıq. Tələsmi? Bunu da bağlayırıq, hə? Bəli, bağlayırıq. Formada bağlayırıq. Şey. Hazır. Yanını düzəldirik və göndəririk yuxarı. Və Belə qoyun, açılmasın. belə qoyuram, atıram. Sürüşdürürük, bəli. Getdi. Növbəti prosesdə artıq birinci mərtəbədəyik. Xidmət sahəsidir bura. Proses necə olur? Bax, tutaq ki, kartof free. Verdik belə. Artıq doldu, hə? Bəli, doldu. Bunu nə edirik? Bura qoyuruq, hə? Bəli. Yavaş qoyma. Qoyun. Tamam. Neçə dəqiqə pişəcək bu? 3 dəqiqə. 3 dəqiqə. Bəli. Bu bişib, hə? Bəli, düşüb. Bir dəqiqə yağ süzülsün. Yağı süzülməlidir, 5 saniyə hə. yağ süzülməlidir. Burada hər şeyin qaydası var, hər şeyin prosesi var. 10 saniyə yağ süzüləndən sonra bu da hazırdır. 10 saniyə oldu. Boşalda bilərik, bəli. Boşaldırıq. Bura boşaldırıq bu hissəyə. İçəri tutmaq Burada lazımdır. istidir, hə? Bu işıq həm isti işıqdır. istidir. Və duzlayırıq. Bir
bir dəfə fırladırsınız özü. Bəs eləyirəm. Bəli, hə. Sonra? Və qarışdırırsınız bıçaqla. Belə. Belə. Yap. Göstərin. Eləyin. Formada. Bu formada Formada dolduraq. edirik. Bir dənə dolduraq. Aha, bəli. Düzdürmürəm, belə. 11-ci bundan istifadə eləyək. Bu nə qədər qala bilər burada? Burada 5 dəqiqə. 5 dəqiqə. Bəli, 5 dəqiqə içində satılmalıdır. Bəli, bəli. Bu nə qədər dolur? Tam pay olmalıdır. Belə doldurursunuz da. Tam pay olmalıdır. Biraz da üzərinə Biraz əlavə da. edin. Bəli, hə. Belə. Sifariş var? Var. İridir. Yeridir. Bunu qoyun ora zəhmət olmasa. Gözləyir sifarişi. Buyurun. Bir də Bir ədəd də yenə ona. Bundan? Aha, bəli. Bir içinə qoyun. Sonra isə proses nədir dostlar? Yuxarıdan biz liftdən atırdıq həmin konveyerə. Və buradan çıxır həmin şeylər, sifarişlər. 16 saniyə ərzində 16 yuxarı. saniyə ərzində gəlir bura. Bax indi biri gələcək. Onlar gəlir, yığılır bura. Düzdürmürəm, bu formada yığılır və sifariş üzrə çatdırılır. Yəni monitör düşdükdə burada yığılır, monitorda bəli. baxırıq, hə. Bəli, bəli, düşdükdə yığılır. Elə bir burgeri, nagesi buradan götürürük. Aparırıq ora, hə? Bəli, buradan firini götürürük, Firini sonra gedirik, götürürük. içkiləri götürürük. Hər şey qayda qanuna uyğun olar. Bəli, İçki bəli. yerinə keçən mənə maraqlıdır. Biz fartığımızı soyunaq sonra. Necə? Biz soyunaq bunun sonra. Bunsuz getməliyik ora. Bəli, bəli. Önlüksüz. Olmaz. Maraqlıdır, bilmirəm. Önlük yalnız siz. Bir yaxınlaşın burada çıxardaq. Bura isə dostlar içkilərin istehsal olduğu yerdir. Bayaq kola aparatlarını göstərdik. Bəli, kola zavodunu göstərir. Hansı ki, burada artıq istehsal olunur və burada liniyalar vasitəsilə gəlir və biz qonaqlara buradan içkiləri təqdim edirik. Xanım yorulmayasınız. Və burada buz aparatı var. Bəli. Və buz da əlavə eləyir. Bir dənə ver özüm üçün mən süzüm də. Və burada aparat, mən həmişə yeyirəm çiyələkli kokteyl dondurma. O bu aparatdadır. Bəli, bəli. Bu hissəsi kokteyl hissəsidir, bu hissəsi dondurma hissəsidir. Tutaq ki, dondurma Dondurma, aha, Bunu götürdük. Makrari dondurmasıdır, bəli. belə, Aha, bəli. belə basırıq. Hər şey avtomatik. Yəni burada Bu biraz fırladım. burada hər şey elə düşünülüb ki, tez, anında, sürətli müştəriyə xidmət etmək üçündür. Dondurmanı da bura vururuq, hə? Xeyr, biz əgər karamelli eləyiriksə, şokoladlı eləyiriksə, çiyələri eləyiriksə buradadır. Yox, ona yox, ona ondan Nədir? getmir. Bundan vura bilirik. Səhv elədim. Karamel. Bəli. Biraz karamel əlavə etdik. Əlavə edirik. Daha sonra isə şokoladı bir çevirmə Neynim onu? bura yaxınlaşdırırıq. Həmin bu dondurmanın standartında onun qarışdırılması mövcuddur. Nə qəşəng. Bəli. Bu bilmirdim. Qaşıqları da çıxardırıq. Şəkli vannaya daxil içi belə edirik. oldu dostlar, gördüyünüz kimi. Hazır oldu da. Bəli, bəli. Artıq ağzını bağlayırıq bu formada. Ağzı da belə bağlanır. Bəli, bəli, bağlanır. Nə qəşəng. Və verir sifarişə. Bəli, ondan sonra bəli. Aşağıya dondurma sahəsinə qoyulur. Buradan çıxdıq artıq Xidmət sahəsinə. xidmət sahəsinə. Burada əvvəllər kassa var idi, artıq kassa yoxdur. Özdə xidmət Özdə köşkləri xidmət mövcuddur. Bəli, hə, köşklər mövcuddur. Yəni buradan verilir artıq müştərilərə. Bəli, qonaqlarımız. Bir də masa xidməti var da. Bəli, bəli. O haqda danışacağıq sizinlə. İlk öncə keçid eləyək Makkafe sahəsinə. Bizim 13 filialımızda Makkafe sahəsi mövcuddur. Həm makkafe bu formada olur, çay da olur, kofe də olur, hə? Bəli, burada fərqli müxtəlif desertlər, içkilər mövcuddur. Onu hazırlayan əməkdaş barista adlanır. Hal-hazırda təlimatçı baristamız Səbinə xanımdır. Bir də kofe hazırlayaq da, hə? O sizə kömək edəcək. Burada hazır kofelər deyil də, yəni əl hazır, Əl üsulu əllə ilə hazır. bəli hazırlanır. Evdəki espresso aparatın böyüyüdür də bu, yəni. Qoyduq. Bunu artıq hazırlayır.
Yəni bildiyimiz kofe shoplarda nə formadadırsa eyni formadadır və südü köpükləndirəcəyik. Bəli. Yeniliklərdən biri də table servis xidmətinin olmasıdır. Bu masaya xidmət deməkdir. Sifariş hazır olduqdan 45 saniyə ərzində həmin sifariş qonağın masasına çatdırılır. Bunu da qonaqlar özünə xidmət köşklərindən sifariş vurduqda oradakı rəqəmləri ora daxil edirlər və həmin rəqəmləri biz sifariş hazır olduqda lokator vasitəsilə, xəritə vasitəsilə izləyirik və üzərinə vururuq. Hansı yerdə oturubsa biz həmin sifarişi ora aparırıq. Getdik 16-ya. Kömək edirsiniz mənə? Bəli. Anar müəllim də bizi burada gözləyir. Anar müəllim, bir də salam. Bir də salam, xoş gördük. Xoş gördük. Anar müəllim. Necədir Fərid? Super oldu. Təəssüratlarım möhtəşəmdir. Mən inanıram ki, bu veriliş vasitəsilə izləyicilər kavqası məqamlarını öyrəndi və 10 il ərzində çox dəyişikliklər var. İşçilər daha rahat işləyirlər və bütün sahələrdə işlədim. Əla. Fərid, mən bir şey qeyd etmək istəyirəm ki, deməli bu gördüyüm bütün prosesləri bizim müştərilər də görə bilərlər. Bizdə bizim sayt və mobil tətbiq vasitəsilə onlar qeydiyyatdan keçirlər. Bizdə açıq qapı günləri var. Oradan qeydiyyatdan keçdikdən sonra gəlirlər restorana. Restoranda olan bütün prosesləri, hazırlanma, mətbəx, Hamısını gəzə bilirlər. hamısını gəzib görə bilirlər və bu da bilavasitə bizim nə qədər şəffaf və açıq bir xidmət sektor olduğumuzu nümayiş etdirir. Hər şey göz qabağındadır, hər şey sizə göstərdik, bütün detalları, hətta getdik, ətin hazırlanmasını da göstərdik. Məncə, heç bir qaranlıq məqam qalmadı. Mən ailə üzvlərimə McDonald's məhsullarını alıram, elə siz də rahatlıqla ala bilərsiniz. Anar müəllim. 10 il sonra görüşərik də. 10 il sonra görüşərik. Sağ olun, Allah ömür versin. Sponsor McDonald's.